Salam əzizləyicilər, bugünkü mövzumuz əymə bükmə və əymə bükmənin əhəmiyyəti ilə bağlıdır. Əymə bükmə dedikdə nəyi nəzərdə tuturuq? Lider budama əsasında olan bu sistem liderin yuxarıya doğru və aşağıya doğru çıxan budaqların təpə nöqtələri aşağıya doğru baxır ki, yan tərəfdəkində olan zoğlar növbəti ilində artıq bar gözünə çevrilsin. Yəni bu şəkildə bağlanan bir bağac və bar gözləri də üzərində mövcuddur. Və bundan başqa əymə bükmə dedikdə ən ağla batan məhsuldan sonra bitkinin özünün sxemasından liderdə gedən hissənin tam şaquli üfüqi vəziyyətlərdə formalaşmasını görə bilərik. Baxımı və digər hissələri fərqli deyil. Çünki baxım ziyanverici və xəstəliklər baxımından eyni olduğuna görə, sort baxımından buna görə biz başqa bir hissəyə dönüşüm etmirik. Təşəkkür.